Ən çətin mövzulardan biridir. Mən özüm də bunda çox çətinlik çəkirdim. İnsan özünün öz missiyasını tapması. Çünki bunu başqa yerlərdə axtarsan, başqa koçların yanına gedirsən, numerologiyada çıxardırsan, başqa elmlərdə axtarmaq istəyirsən. Amma özün tapmağın lazımdır ki, çünki onlar sənə heç biri bu sənindir deyə bir şey demirlər. Hamısı deyir, amma sənə buraxır axırda məsələni. Yaxşı, insan özü öz missiyasını necə tapsın? Missiyanın olub-olmamağını və hansı missiyanın olub-olmağını sizə heç kim deyə bilməz. Çünki bu yalnız sizə bağlı olan bir gizli məlumatdır. Bunu insan yalnız özünü şəfalandıraraq, bunun başqa yolu yoxdur. Yəni oturdum, gəldim məsəl üçün mənim yanıma, Kəmal xanım, mənim missiyam nədir? Mən sənə orada ha meditasiya eləyim, ha neyim? Mən sənə yol göstərə bilərəm, sizin dediyiniz kimi. Bəlkə səndə əl qabiliyyəti var, bəlkə səndə o. Mən sənə onu soruşa bilərəm. Amma sənin tam olaraq missiyanın nə olduğunu mən bilə bilmərəm. Məsəl üçün mən bayaq qeyd elədim ki, bizə missiya veriləndə bizə artıq ona uyğun əl qabiliyyəti, düşüncə, xarakter, hətta bürcümüz belə, yəni bürclərə inanan üçün deyirəm, yəni hər bir şey o missiyaya hazır olur. Mən hər zaman demişəm, mən tort bişirə bilmirəm. Mənə bütün inqrediyentləri belə dəqiq ver. Mən nə piraşki bişirə bilirəm, nə tort bişirə bilirəm. Mənim elə əl qabiliyyətim yoxdur. Amma siz tort bişirənləri görmüsünüz onların əl qabiliyyətdə. Bir dənə fiqurlar düzəldirlər ki, o sizə asan gəlir, amma o qədər çətin və titiz işdir ki. Niyə? Çünki onun missiyasıdır və onun əl qabiliyyəti o tortu bu cür bişirməyə icazə verir. Basit gətirib çıxardır insan öz bədənini bir növ tanımasına, özünü tanımasına. Bədəni insan başa düşməlidir ki, mən kiməm? Hər zaman deyirəm. Mən bu dünyaya niyə gəlmişəm? Bu sualı atdıqdan sonra artıq onun cavabı gəlməyə başlayır. Baxın görün, qadın var, 5 dənə uşağı var, 7 dənə uşağı var. Ondan zövq alır. Qadın var deyir, ay Allah, birinə güclə baxıram. Ay Allah, indi məndə 3 dənə. Ay Allah, üçünə, mən bəsdir, mən. Amma qadın var ki, bu dünyaya gəlişi analıq missiyasıdır. Bəli, analıq missiyası. Ev xanımı missiyası var. Evdə baxırsan ki, o qədər girirsən evinə, isti yeməklər, ev tərtəmiz, uşaqlar gül kimi. Niyə? Özü də xoşbəxtdir. Özü də xoşbəxtdir. Nə gedir özünə iş axtarır, nə gedir fikirləşir missiya. O qədər zövqlə görür ki, o işi. Uşaqları yatızdırdıqdan sonra pulları siləcək, tortlar bişirəcək, kekslər bişirəcək, yemək bişirəcək. Bu onun missiyasıdır. Bu məndə yoxdur. Məndə bu missiya mən fikirləşirəm ki, uşaqlar yatsın, mən gedim kitab oxuyum. Bu mənim çünki missiyamdır. Adam var deyir, mən kitab oxuyanda ürəyim sıxılır. Yaxşı, bəs sən nə görəndə ürəyin sıxılmır? Bax, ona sual verin özünüzə. Mən hansı işi görəndə ondan zövq alıram? Bəlkə sən, nə bilim, bəlkə sən yeni bir, bəlkə sən yazıcısan. Bəlkə sən yazmaq qabiliyyətin var. Bəlkə sən hər hansı bir, nə bilim, kitab yaza bilərsən. Bəlkə sən rəqqassan. Düzdürmü? Bəlkə sən hər hansı bir idman növü ilə məşğul olan. Yəni insan özünü tapmalıdır və insanın özünü tapması üçün də yenə də neqativlərdən arınmalıdır. Çünki beyin dolu olan insan öz missiyasına hələ fokuslana bilməz. Deyər ki, mənim o qədər problemim var. Lazımdır mənə bu missiya və missiyasını tapmayan insanın ruhu da çöküşə gedir. Bu bir ailədə təsəvvür elə ki, misal üçün bir ana obrazında bir ana ki, öz missiyasını tapa bilmir. Bunu sonra başlayır övladlarına tətbiq eləməyə, bəli, sonra özündən özünü və başa düşmədən, ümumiyyətlə o heç başa düşmür, başa düşmədən əslində yaxşı bir şey arzulayaraq da başlayır ondan sonra övladlarına travmatik bir vəziyyət yaradır. Artıq başlayır uşaqlara. Bəli. Uşaq da dünyaya göz açıb, ağ kağız, başa düşmür. Bunun da doğrusu artıq çevrilir ananın travması. Bəli.